Məlumat verdiyimiz kimi, əməkdar artist Cabir İmanov bugün Bakıda idman zalında infarktdan vəfat edib. Yeni Sabah.az məlumat verir ki, Unikalın məlumatına görə mərhumun nəşi Göy məscidə gətirilib. Cabir İmanovun ailə üzvləri və sənət adamları məscidin önünə toplaşıb. Sabah 12:30-da Cümə məscidində cənazə namazı qılınacaq. O, daha sonra Yasamaldakı Qurd Qapısı qəbristanlığında dəfn ediləcək. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir, nurlu, səmimi və qeyri-adi istedada malik insan Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir. Onun yaxınlarına və doğmalarına başsağlığı veririk. Allah rəhmət eləsin. Ürək-damar xəstəlikləri əsas ölüm səbəblərindəndir. Ürək-damar xəstəlikləri bütün dünyada olduğu kimi həm Azərbaycanda, həm də qardaş Türkiyədə geniş yayılıb və əsas ölüm səbəblərindən biri sayılır. Sentyabrın 29-u Ümumdünya Ürək Günüdür. Bu haqda İzmir Buca Seyfi Demirsoy Təhsil və Araşdırma Xəstəxanasının kardiologiya mütəxəssisi dosent doktor Sedat Taş məlumat verib. O deyib ki, hər il Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə keçirilən bu günün əsas məqsədi ictimai maarifləndirmədir. Mütəxəssisin sözlərinə görə, ürək-damar xəstəlikləri çox vaxt səssiz şəkildə irəliləyir. Hazırda dünyada təxminən 612 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Hər il isə 18 milyon nəfər ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir. Müqayisə üçün COVID-19 pandemiyası dövründə 7-14 milyon insan vəfat edib. Hər il 2 dəfə artıq insanı ürək-damar xəstəlikləri səbəbindən itiririk. Bu səbəbdən maarifləndirmə çox vacibdir, deyə həkim bildirib. Sedat Taş əlavə edib ki, ürək-damar xəstəlikləri dünyada bütün ölümlərin 32%-ni, Türkiyədə isə 37,2%-ni təşkil edir və bu ən çox görülən ölüm səbəbidir. Ümumdünya Ürək Federasiyası 2025-ci il üçün bir vuruşu qaçırmayın şüarını elan edib. Kardioloq isə insanlara sevdikləriniz üçün ürəyinizin hər döyüntüsünə dəyər verin çağırışı edib. Onun sözlərinə görə 1993-cü ildən bəri dünyada və Türkiyədə ürək-damar xəstəliklərindən ölüm halları əhəmiyyətli dərəcədə artıb. Xüsusilə 23-34 yaş arası şəxslər arasında bu səbəbdən ölüm göstəriciləri 52,7% yüksəlib. Piyələnmənin gənclər arasında artması, hərəkətsiz həyat tərzi və yanlış qidalanma əsas risk faktorlarıdır. Əlavə edək ki, bugün Azərbaycanın əməkdar artisti də həmin səbəbdən dünyaya gözlərini əbədi yumdu.